Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlə funksiyalar mövzusuna aid bir sual izahı paylaşacağım. Diqqətlə qulaq asın. Sualımız belədir ki, verilmiş funksiyanın qiymətlər oblasını tapın. İlk öncə yazağın. Demək, y nəyə bərabərdir? 4-ü çıxarsam qarşıya, buradan qalacaq nə? Sinus 4 üzərinə x üzərlə kosinus 4 üzərinə x. Bunu da belə yazaram. Sinus da yazaram, necə yazaram? Sinus kvadrat x kvadratı üstə gələk. Yazaram nə? Kosinus kvadrat x-in kvadratı. Buna da üstə gələk 2 sinus kvadrat x kosinus kvadrat əlavə eləyərəm, çıxaram. 2 sinus kvadrat x kosinus kvadrat x çıxılsın 2 sinus kvadrat x kosinus kvadrat x. Müəllim, niyə belə elədiniz? İndi sonda biləcək niyə elədik. Sonra yazaram nə? Bərabərdir yazaram. 4 qalsın qarşıda. Bunu yazaram belə. Bu nədir? Elə bir ki, cəmi kvadratın açışıdır. Yazaram nə? Sinus kvadrat x üstə gələk. Kosinus kvadrat x-in kvadratı çıxılsın. Bunu da yazaram nə? Bunu da yazaram belə. 2 vurulsun 4'də 1 sinus kvadrat 2x yazıram. Elə bir ki, onun açılışı da bu da. Bərabərdir. Bu elədi nə? 1. Demək, bərabər olacaq. 4 vurulsun. 1 çıxılsın. 1 çıxılsın. 2'də 1 sinus kvadrat 2x. Bunu da atsam nə olacaq? Atsam orada 4 çıxılsın. 2 sinus kvadrat 2x. Uşaqlar, sinus kvadrat 2x-in, ümumiyyətlə sinus kvadratının qiymətlər oblası nədir? Bilirəm ki, 0, 1. 0 versəm nə olacaq? 0 versəm ilk olacaq 4 çıxılsın 0. 4 çıxılsın 0 bərabər 4 olacaq. İkinci nə? 1'i versəm nə olacaq? 1'i verəndə olacaq 4 çıxılsın. Yəni sinus kvadratın yerinə 1 qoysam. Deyil bir kvadrat 2x-in yerinə. 4 çıxılsın. 4 çıxılsın. 2 bərabər oldu nə? Bərabər oldu 2-yə. Demək, qiymətlər oblasti hansı aralıq oldu? 2, 4 aralıq oldu. İnanıram hamıya aydın oldu. Cavab olacaq B bəndi. Belə uşaqlar, sağ olun, salamat qalın.